İzləyicimiz soruşur ki, doktor, peyvəndin əlavə təsirlərindən heç danışmırsınız axı, ancaq faydalarından danışırsınız. Demək, dəyərli izləyicilər, təbii ki, biz bu videoları çəkməyə bilərik. Bu videoları çəkməkdəki bir dənə məqsəd var, o da millətin uşağı qızılca keçirib 3 il, 5 il sonra subakut sklerozan panensefalitdən bitkisel həyata girib itirilməməsidir. Təbii ki, çəkdiyimiz peyvənd videoları bizə ən azından bəlli bir düşmən də qazandırır, onun fərqindəyik. Amma məqsəd burada düşmək, qazanmaq ya da kar əldə etmək deyil. Məqsəd bu xalqın övladlarına faydalı olmaqdır. O ki, qaldı peyvəndin əlavə təsirləri. Təbii ki, hər bir dərmanda olduğu kimi peyvəndin də əlavə təsirləri ola bilər. Bu əlavə təsirləri peyvəndin özü ilə əlaqədar əlavə təsirlər. Temperatur çıxa bilər. Temperatur əgər çox şiddətli çıxar, düzgün yönətilməzsə təbii ki, sudurqa keçirə bilər. Amma düzgün yönətildiyi müddətcə bu risklər demək olar ki, yox səviyyəsindədir. O da hər uşaqda olmaz. Ailədə febril qıc olma hekayəsi varsa bu ailədə olar. Sən bu peyvənd eləməsən də o uşaq temperatura bağlı sabah bir tənəffüs sistemi infeksiyası, sidik yolu infeksiyası keçirəndə zaten bunu keçirəcək yenə. Çünki febril konvulsiya şəxsi meyillilik üzərinə olan bir şeydir və bəlli uşaqlarda, bəlli ailələrdə çox qarşılaşırıq. İkincisi, tətbiqlə əlaqədar problemlər çıxa bilir. Yəni, sən budun çöl tərəfinə vurmaq gərəkirkən iç tərəfinə vurarsan. Yəni, bu insan faktoruna bağlıdır. Əslində, ora peyvənd yox, nə iynə vurursan vur, həmin risk ola bilər, sinirə düşə bilər. Təbii ki, profesional biri vurduğu müddətcə belə problem olmaz. Üçüncü, təsadüfi reaksiyalar. Sən peyvənd vermişsən, uşaq qıpqırmızı olur. O isə ki, həmin günü allergiyası olan bir qidanı da yiyib, siz bunu bilmirsiniz. Peyvənddən qızardı şəklində bir şəkil, görüntü yarana bilər. Dördüncüsü, miflər. Əslində peyvəndlə əlaqəsi yoxdur. Ən son tədqiqatlar göstərir ki, peyvənd olunan uşaqlarda da, olunmayan uşaqlarda spektr problemləri təxminən 1/31 nisbətindədir. Yəni, bunu sən vuranlarda da toplam vurulan uşağı bölürsən, toplam vurulan uşağın içərisindəki spektrli problemlə uşaqları toplam vurulan uşağa bölürsən, vurulmayan uşaqların içərisindəki spektrləri toplama bölürsən, nəticə təxminən 1/31 gəlir. Yəni, hal-hazırda günümüzdə bu peyvəndlə əlaqədar deyil, sadəcə bunlar mifologiyadır. Vurdurmayanda nə olur? 5 yaşında, 6 yaşında uşağa yoluxur hepatit B. 20-30 il sonra bunu gastroenterologlar məndən daha yaxşı bilirlər. Uşaq olur qaraciyər sirrozu, 40-cı, 50-ci yaşlarında, 30'lu yaşlarında ki, buna ehtiyac varmı? Uşaqlarda doğru dürüst müalicə də aparmaq mümkün olmur. Ya da bir su çiçəyindən sonra serebellit verir. Ömür boyu dəngə problemi yaşayır. Ayağın dənizə gedir, torpaqla oynayanda daş kəsir, olur tetanos. Necə çətin olur? Aylarla reanimasiyada bu uşaqların başına gəlməyən qalmır. Vurulmayanda bu olur. Yəni, ona görə hər kəs öz seçimini, öz qərarını verir və bunun nəticəsində də qatlanmaq məcburiyyətində qalır. Çox təəssüf ki, sadəcə biz insanlara doğru qərar verməyə yönləndirməyə çalışırıq və bu qədər aldığımız təhsildə də məqsəd nədir? Yəni, durub da biz də bəziləri kimi, ağızdan dolma bilgiləri olan insanlar kimi biz də deyəkmi ki, eləməyin? Təbii ki, belə bir şey deməyəcəyik. Haqqın yolu birdir, bütün dünya hara gedirsə biz də ora gedəcəyik. Amma unutmayın ki, insan psixologiyasında belə bir şey var. Sən övladıva deyəndə ki, get kitab oxu, oxumaq istəmirəm, amma kitab oxumun gələcəyi üçün yatırımdır. Sən övladıva deyəndə ki, get, qonşunun pəncərəsini qır, hamı qırmaq istəyir, rahatına gəlir. Peyvənd vurdur-vurdurmama məsələsi də belədir. Sən vurdur deyirsən, iş başqa yerə gedir, yəni o çətindir, ona faydalıdır. Amma sən vurdurma deyəndə uşağın başına gəlməyən qalmır, gələcəkdə o xəstəliklər keçirildiyində və nəticə olaraq bu uşaqlar, yəni insanlar amma bunu istəyirlər də, yəni ki, çörək çox faydalı bir qida deyil, amma hər kəs çörək, xamır məhsullarını yeməyi sevir. Yəni, belə deyib kobud deyişdir. İndi yoruma yazacaqlar, mən sevmirəm. Təbii ki, 5-10 nəfər sevməyə bilər, amma böyük çoğunluq bunu sevir. İkinci bir məsələ daha var ki, bəs biz peyvənd vurdururuq, bütün peyvəndləri vurdurmuşuq, uşaq yenə xəstələnir. Təbii ki, yenə xəstələnəcək. Çünki siz vurdurduğunuz peyvəndlər, məsələn, siz göğüs kürək peyvəndi vurdurmuşsunuz. Təbii ki, göğüs kürəklə xəstələnməyəcək. Amma RSV yoluxacaq, qrip yoluxacaq. Sən hepatit B vurdurmuşsansa, hepatit B peyvəndi hepatitdən qoruyacaq sizi. Durub da ortalıqda payızda bu epidemiyanın başladığı dönəmdə xəstəliklərdən qorunmayacaq. Ona görə də mövsümsel peyvəndlər var. Məsələn, qrip peyvəndi. Qrip peyvəndi vuran, indi bizim izləyicilərdən də var. Onlar bir fikirlərin söyləsinlər, görüm nə qədər faydalı olur. Xəstələnmələrin nə qədər qarşısını alır. Ümid edirəm ki,
bu videoda mən izləyicimin sualını tam cavabladım.